Hər vaxtınız xeyir olsun. Növbəti video izahımıza başlayırıq. 150-200 arası suallar izah edəcəm. 150-ci sualda qalır x plus 2 bərabər olmalıdır b-yə. X-in yerini burada 2 yazılmalıdır. B bərabər 4 edir. Kəsilməzliyini araşdırın. 2x bərabər olmalıdır 2 çıxaq x-ə. Yəni, burada bir nöqtə istəyir, problemli nöqtədir. Bir nöqtəsində demək sağ limit x 1'ə yaxınlaşanda sağdan yaxınlaşanda deməli burada x yeri 1 yazıram, 2 çıxaq 1 eləyir. X 1'ə yaxınlaşır soldan, onda bura yaxınlaşır. 2'nin yerini 1 yazanda 2 vuraq 1 eləyir 2. Sağ limitdə var, sol limitdə var, amma bir-birinə fərqlidirlər. Ona görə birinci növ kəsilməyə aiddir. X bərabər 6 olanda burada məxrəc 0 eləyir. Demək sonsuzluq yaradır. Ona görə də ikinci növ kəsilmədir. Burada x plus 1 alınır, amma x fərqlidir birdən. Bir nöqtəsində təyin olunmayıb, amma sağ-sol limitlər ikisi də 2 verəcək. Ona görə bu nöqtə aradan qaldırıla bilən kəsilmə nöqtəsidir. Aha, x 1'i alır, bir sağdan yaxınlaşan, deməli hansı nöqtə 2'də ayrılır. X 2'yə yaxınlaşır soldan. Soldan yaxınlaşır, burada yazacağım yerinə. 2 çıxaq 1 eləyib 1. X 2'yə yaxınlaşır sağdan, onda bu aralıqda yazacağım. Onda 2 çıxaq 2, bu da 0 eləyir. Sağ-sol limitlər var, amma fərqlidirlər. Ona görə 2 nöqtəsi birinci növ kəsilmə nöqtəsidir. Burada x fərqlidir 5'dən, sağ-sol limitlər, deməli, ikisi də var, amma bir-birinə fərqlidir. Biri müsbət 1 eləyəcək, biri mənfi 1 eləyəcək. Ona görə də birinci növ kəsilmə var. Burada 0 nöqtəsində problem var. Y üstü 0 bərabərdir 2a çıxaq 0'a. 1 bərabər 2a'ya, a da bərabərdir 0,5'ə. Deməli, 0,5 nöqtəsində funksiya kəsilməz funksiyadır. Yəni, x bərabər 0 olanda funksiya kəsilməzlik yaranır. Burada yenə hansı nöqtədən söhbət gedir? Bir nöqtəsində ayrılıb. Bir də burada yerinə yazanda solda 1 eləyir. Sağda burada yazanda yenə 2 çıxaq 1, bu da 1 eləyir. Funksiya deməli bir nöqtəsində sağ-sol limitlər var və təyin olunub. Bir nöqtəsində də problem yox. Deməli, ümumiyyətlə funksiya kəsilməz funksiyadır. Burada limiti hesablayacağım. Limit nə verəcək? Bu yuxarının limiti eləyir. 1 çıxaq kosinus alfa x'in ekvivalentliyi var idi. Alfa kvadratı x kvadrat bölək 2 idi. 6'nın kvadratı x'in kvadratı bölək x'dir. Bu da eləyir 36 x yaranır. O x'in yerinə 0 yazanda 0 eləyir. Ona görə cavab da 0'dır. Burada x sonsuzluğa gedəndə mənfi 1 bölək 1, o da mənfi 1. Mənfi 1'i sinus harda alır? Mənfi bölək 2'də alır. Burada x 3'ə yaxınlaşanda 5'də 6 çıxaq 4, 5'də 2, 0,4. Burada 8 bölək 3 eləyir. Rol teoremi gərək törəmə 0 ola. 2x çıxaq 4 bərabər 0'a, x bərabər 2'yə. 2 nöqtəsi də bura daxildir. Deməli, x bərabər 2'dir. Lagrange teoreminin düsturu belə idi. F çıxaq f-a bölək b minus a bərabər f' x-ə. Sənədlər budur. Mənfi 1 yazanda bura eləyir nə? Buradan yazacağım. Mənfi 1 yazanda 1 plus 6 plus 100 çıxaq. Daha doğrusu f çıxaq f-a. 5'i yazmalıyım əvvəl. 25 çıxaq 30 plus 100 verir 95 çıxılsın bura. Bölək 5 çıxaq mənfi 1 bərabərdir törəməsi də 2x çıxaq 6'dır. 2x çıxaq 6 bərabər görək bu nə eləyir? 6'da 95'dən çıxanda 107'ni 7 o 5 o mənfi 12 elədi mənfi 2. 2x bərabər 4'ə, x də bərabər 2'yə. Rol teoremi törəməni 0 eləməliyəm. Burada bir məsələ var. Deməli, yuxarının törəməsi eləyəcək 2 vuraq.
x minus 8. Ümumiyyətlə bunun törəməsini eləyir. X çıxaq 8 üstündə yazıram 3'də 2. Törəmə alanda 3'də 2 qabağa gəlir. X çıxaq 8'in üstündə 3'də 2. Çıxaq 1. Bıraq bir də bunun törəməsi, o da 1 eləyəcək. Bu eləyir nə? Deməli bu eləyir. X bərabərdir. Deməli nə yaranır? Buradan mənfi 3'də 1. Deməli bu eləyir nə? 3'də 2 bıraq kök altda 2 çıxaq 8. Kub kök altda. Bərabər 0. Buradan x bərabər 8 eləyir. 8 nöqtəsi və cavabda 4 verib. Cavabı belə götürmək lazımdır olduğu kimi. Burada nə verir? Törəməni alsam, 8 çıxaq 2x bərabər 0. Buradan x bərabərdir 4. Törəməni yolladım buradan. Burada rol terimi 2x çıxaq 6 bərabər 0, x bərabər 3. Burada x 2'ye sağdan yaxınlaşır. Sağdan yaxınlaşırsa məxrəc müsbət eləyir də. Ona görə müsbət 0. Elə bil ki 2 bölək müsbət 0 yaranır. O da müsbət sonsuzluq yaradır. Bu yuxarı eləyir x kvadrat bölək 2 bölək x kvadrat. Bu da x-a gedəndə 2'də 1 qalır. 0.5. Burada x 1'ə sağdan yaxınlaşır, böyüyədir. Arxdan x mənfi 1'i, mənfi məxrəcə 0 eləyir də, mənfi sonsuzluq eləyir. Mənfi sonsuzluq da mənfi bölək 2'də alır. Burada məxrəclə 0 eləyir, sürətdə onu törəməyə gedəcəm. Burada eləyəcək 1 bölək kub kök altda x'in kvadratı. Burada eləyəcək 1 bölək 4, 4-cü kökdən x kubu. Burada eləyir, burada 3 var qabaqda. Elə bir ki eləyir 3'də 1 bölək 4'də 1. Bu da eləyir 3'də 4. Burada x'in yerine 0 yazanda y sonsuzluq, bu sonsuzluq yaradır. Ona görə bu eləyir 1 bölək sonsuzluq, o da 0'dır. 1 bölək sonsuzluq tipli yaranır. Burada qaydamız vardı. Y üstü mənfi çıxaq 1 bölək 1 bıraq 1. Y üstü mənfi 2 eləyir. Burada törəməyə geçsəm 3x kvadrat bölək 1 bölək x. İndi x qalxır yuxarı eləyir 3x'in kubu. O da x'in yerine 1 yazanda 3 yaranır. Törəməyə geçsəm 4x kubu bölək 4x kubu çıxaq 3x kvadrat plus 1. İndi x'in yerine 1 yazanda 4 bölək 4 çıxaq 3 plus 1. Bu da eləyəcək 2'də 4. Cavab 2 eləyir. Törəməyə gedirəm. Törəmə nə verir? 1 bölək 4, 4-cü kökdən x kubu. Burada da eləyəcək 1 bölək 2 kökdə x. X'in yerine 16 yazsam 4'də 1 vuraq 1 bölək. Burada 16 yazanda 16'dan 4-cü kök çıxacaq 2. 2'nin də kubu 8. Burada da 1 bölək 2 vuraq 4. 8'də 1, 8'də 1 gedəcəksə 4'də 1 qalır. O da 0.25 deməkdir. Burada da 0 bölək 0'da törəmə alacağım. 1 bölək 2 kökdə x. Bunun da törəməsi verəcək 1 bölək 2 kökdə 1 plus 2x. Vuraq bir də buranın törəməsi birdən də 2 gəlir. İndi x'in yerine 4 yazanda bu 2'lər burada ixtisar edir. Burada elə 1 bölək 4'də 8, 9, 3'də 1. Burada da 1 bölək 4'də 1. 1 bölək demək 4'də 1 o da eləyəcək bərabərdir 3'də 4'də. X sıfıra yaxınlaşır. Buraya eləyir nə? Məxrəc mənfi 1 eləyir. Burada nə alınır yuxarıda? Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Hasillərini vururam. Bunlar hamısının bir-birinə vurulmalıdır. Aşağıda da x-in 0 qoyanda mənfi 1 eləyir. 1, 2, 3, 4, 5 dənə mənfi var. Müsbət eləyəcək. 2, 3, 6. 6'nı da bura vuranda 120. Törəməyə gedirəm. 2x bölək 4x minus 1. X'in yerine 0 qoyanda deməli yerine 0. Bizə dəqiqə. X'in yerine 0 qoyanda bizə dəqiqə. 1 qoyan, 0 qoyanda əksinə deyir. Burada problem yoxdur ki. Deməli 0 qoyan kimi bura x'in yerine.
Aha. Bu hiç problem yaratmır ki. X'in yerine 0 qoyan kimi -1 bölək -1. Cavab da 1 eləyir də düzdür. Burada X'in yerine 1 qoyanda 0 eləyir, burada da 0 eləyir. Onu törəməyə gedəcəm. 2x bölək 4x minus 1. X'in yerine indi 1 qoyanda burada eləyir nə? 2 bölək 4 çıxaq 1. Burada eləyir 3'də 2. Burada x'in yerine sonsuzluq sürət məxrəci x kvadratına bölərik. Eləyəcək 2'də 1. Burada da x kvadratı bölək x kvadrat bölək 2 yaradır. Eləyəcək cavab 2. Bu elin adı düsturdur. Bu qaydadır. Ümumiyyətlə qaydadır. Burada da y verəcək. Burada məxrəc 1'dir. Qoşmaya vururlar. Qoşmaya vuranda eləyir x kvadrat çıxaq x kvadrat çıxaq 5x bölək x üstə yerə kökdə x kvadrat plus 5x. Bunlar ixtisar gedir. Qalır -5. Sürət məxrəci x-ə bölürlər. -5 bölək 1 plus 1. -2,5. Sağ limit x sıfıra yaxınlaşır sağdan. Nə deməkdir bu? Yəni 0,001 götürdüm. Bu da 1 bölək 0,001 eləyir 1000. Mesela 2 üstündə 1000 bunu kəsrir sonsuz böyüdür də sonsuzluğa yaxınlaşır. Sol limitdə isə 2 üstündə -1000 yaradacaq. Çünki x sıfıra yaxınlaşır hardan? Soldan. O demək ki, -0,001 götürürəm. -1000 bu 1 bölək 2 üstü 1000 deməkdir. Bu da 1 bölək sonsuzluq bu sıfıra yaxınlaşdırır. Cavab 0'dır. Burada ixtisarlar gedir. Elə n faktorial eləyir. N faktorial 1 bölək n plus 1 yaradır. Deməli, n-1 faktorial, buraq n faktorial. Yaxşı, burada nə yaranır? Bunlar ixtisar gedəndən sonra burada n+1 qalır, burada da n-1 qalır. Sürət məxrəciyinə böləndə 1 edir. Burada n faktorial getdi nə qalır? 2n çıxaq 1 bölək n+1. Sürət məxrəciyinə böləndə 2 qalır burada da. N üstündə 1 bölək. n 1 bölək n sonsuzluğa gedəndə n üstü 0 yaradır, o da 1 edir. Burada sürət məxrəcisi n kvadratına bölürəm, eləyəcək n kubuna bölürəm daha doğrusu, n kubu bölürəm, en yüksək qüvvət kubu. Yuxarı 1 eləyir, aşağıda burası 0 çıxaq, burada da 1 eləyir, o da -1 eləyir. Sonsuzluğa gedir, hər tərəf kvadrat deyil, hər tərəf n kvadratına bölürəm, onda eləyəcək 1 çıxaq 1 bölək 1 üstə yerək 1. 2'də 0 o da 0 cavab. Bizə dəqiqə, burada niyə bəs 1 oldu onda? N kvadratına böldüm. 1 çıxaq 1 eləyir, yaxşıdır. Yaxşı, gəl açaq bunu. Bəlkə neysə başqa şeylər çıxdı ortaya. 9 plus 6n plus n kvadrat çıxaq. 4 çıxaq 4n çıxaq n kvadrat bölək. 4 plus 4n plus n kvadrat çıxaq 1 çıxaq. Üstə yerə 2n çıxaq n kvadrat. N kvadratlarım getdi hamısından. Aha. Sürət məxrəci ilə bölürəm. Onda eləyir 6 minus 4. Burada da eləyəcək 4 plus 2. Burada eləyir 2 bölək 6. 2 bölək 6. O da 3'də 1. Onda belə böləndə n kvadratına vermir onu. Çox maraqlı bir şeydir. Burada da yeni açmaq lazımdır. Açandan sonra baxmaq lazımdır. N kvadratlar gedəcək. Birbaşa yaza bilərəm də. 4 minus 4n minus 1. N kvadratlar çünki çıxanda gedir. Minus 2. Burada da olacaq nə? 1 plus 2n minus 4 minus plus 4n. İndi sonra n'ə böləndə -4 minus 2 bölək 2 plus 4. Bu deyəcək 6'da -6. -1. Əla. Yine sürət məxrəci 2 üstə n'ə bölülən 1 qalır. Eyni qüvvət çünki burada. Burada demək nə eləyəcək? Əvvəlcə bunu belə bir şeylə yazaram. Y üstündə 1 çıxaq -1 bölək 1 vuraq. Məsələn 3 bir də qalır n qalır burada.
Y üstünde en yaranır. Y üstünde de sonsuza yettiğinde sonsuzluk verir cevap. Ha burada y üstünde 7 çıxaq 5 vuraq 1 bölək 1 y kvadratdır. Sürət məxrəcin qüvvəti ədarızın ən böyük həddini soruşur. Aha, ən böyük həddini necə tapım mən? Deməli, ən böyük həddi nə verəcək? En sonsuzluğa gedəndə ora 1 eləyir. Aha. Elə bil en sonsuzluğa gedəndə bunun limitini hesablamalıyam. Törəmə alsam buradan 1 bölək 2 kökdə n bölək 1. Bu da cavab edir nə? En sonsuzluğa gedir da. 2'də 1 niyə belə verdi və sonda? Bunun cevabını götürün. Bir tane bir şey var burada. Məxrəc daha büyük. Ha. En natural. Deməli, yenə 1 verəndə 101'də 1 eləyir. 101'də 1 %5 demək. 101'də 1. En büyük həddini soruşur. Yenə qiymətlər verməkdə arzulayın 1'dən başlayır. Azalandır, azalan ardıcılıqdır. Yenə 2 versəm, 3 versəm, yenə 4 versəm. Qiymətlər verib yoxlanmalıdır, en büyük hansıdır? Burada A üstündə 1 bölək n edir. Onun sonsuzluğa yetdiyinə görə burada A üstü 0, 1'e bölünməlidir. Burada elə bir ki 1 bölək en sonsuzluğa yedi. Bunu necə eləyəm mən? Bunu belə eləyəm, bax. Bunu belə bir qayda ilə yaza bilərəm. Y üstündə yazaram. N vuraq, ln n bölək 2 plus 1. Bunu da törəmə ilə qoşmaya vurub, deməli nə edirəm? Y üstündə yazaram. Ln n bölək 2 plus 1 bölək n. Ha, indi burada limite keçmək lazımdır. Limite keçəndə də burada 1 eləyir. Sürət məxrəciyinə bölünür. Bu da ln 2'də 1 eləyir. Y üstündə ln 2'də 1. Bu da 0'a vurulur da. Y üstündə mənfi sonsuzluq yaradır. Tamam, bunun da cavabını elə belə götürün. Biraz uzandı həlli. Burada cavab burada qəbul etmək lazım. Başqa yol yoxdur. Qiymətlər çoxluğu olur kök altda 1 plus 1. Çünki bunlar əmsallar 1'dir. Plus minusunu. O deyir, mənfi kökdə 2, müsbət kökdə 2. Belə. Burada qiymətlər çoxluğu 2 vuraq mənfi 1, bir də 2 vuraq müsbət 1. Sonra kök altda kökdə 3'ün kvadratı plus 1'in kvadratı. Plus minus 2 ilə yazıram bunu. Plus minus 2. Təyin oblastı 9 çıxay x kvadratda böyük bərabər 0, amma x 0 ola bilməz. Deməli, burada mənfi 3'dən 0'a 0'dan da müsbət 3'e. Amma alır olar. Cavab. Doğru cavab buradadır. Hələlik ki bu qədərdir. Davamını inşallah ki davam eləyərik. Sağlıq olsun.